Bugün iş masamı yeməklə dolduracağıq, eyni zamanda masanı təmizləyəcəyik. Gəlin bir yerdə baxaq görək mənim yazı masamda nələr var, bəlkə sizə yararlı olur. İlk olaraq bu USB kart və yaxud Type-C taxmaq üçün olan belə bir çıxışdı. Temudan almışam. Qiyməti çox münasibdir, amma çox yararlıdır. Bu mənim Bluetooth mikrofonumdur, DJI-dən olan. Çox əladır. Bu isə digər mikrofonumdur. Bəzən onu istifadə edirəm, bəzən bunu. Marketlərə çəkilişə gedəndə telefonla çəkirəmsə, videoqrafla getmirəmsə bunu istifadə edirəm. Həqiqətən əladır, əla bir gimbaldır. Bu yumşaq oyuncaq hər zaman yazı masamdadır. Yanlış anlamayın, bura əl salmaq üçündür, əl salıb belə oynatmaq üçündür. Bu mənim qulaqlığımdır. Düzdür, çox vaxt bundan istifadə eləmirəm, AirPodları istifadə edirəm. Belə bir termos aldım ofisə yemək aparmaq üçün, amma mənim ofisim evimin içindədir. Niyə bunu aldım bilmirəm. Qabağıma nə çıxır alıram. Qiyməti 20 manataydı və çox keyfiyyətli bir şeyə bənzəyir. Ona görə aldım. Yəni dedim ki, peşman olaram almasam. Bu mənim su qabımdır. Bunu mənə Trendyol hədiyyə göndərmişdi. Həqiqətən də əla bir şeydir. Bu mənim əlavə köməkçi telefonumdur. iPhone 15 Plus Pro Max-a məncə çata bilməz. Bunlar isə köhnə telefonlarımda hərdən lazım olur deyə masamın üzərində saxlayıram. Əgər iPad-i tez-tez istifadə eləmirsinizsə, güclü bir prosesora ehtiyacınız yoxdursa, 10-cu nəsil iPad alın. Həqiqətən də hər şey üçün əladır. Mən kameranı qoşuram deyə bunu istifadə edirəm, bəzən də kitab oxumaq üçün. Not dəftərimdir, hər zaman yanımda olan dəftərim. Bu isə ölüm kofesidir, yəni çox güclü olan bir kofedir. Bu niyə buradadır bilmirəm, mətbəxə aparıb dəmləyəcəm bunu. Bu mənim SSD kartımdır, artıq bu da dolmaq üzrədir, gərək bunun təzəsini alım. Bu powerbank çox ucuzdur, amma çox əla bir şeydir. Yəni çox məsləhət görürəm ki, Hokonun bu powerbankını alın, sadəcə ağırdır. Bu ekran silmək üçün olan nəm salfetkadır, yəni mən bunun bir dənəsini bir çox dəfə istifadə edirəm. Bu Amerika şirniyyatlarıdır. Qərar verdim ki, bunu belə bir Halloween vedrəsinin içərisinə əlavə eləyim, qoyum yazı masamın üstünə, kim istəsə götürər. İşləməyə motivasiya olmaq üçün mütləq şəkildə yazı masamın üzərində yemək saxlayıram. Kolanın müxtəlif növləri qeyd edim ki, bu favorit marketdə ucuz qiymətədir. Gatorade aldım. Sonra qeyri-adi nə içki görürəmsə alıram ki, yəni həm video çəkərəm, həm də ki istifadə eləyərəm, yəni motivasiya olaram. Mənim çox güclü ADHD-im olduğuna görə bir şeyə fokuslana bilmirəm. Ona görə ətrafımda çoxlu ekran olmalıdır. 2 laptopla işləyirəm. Bir əlim kompüterdə olur, bir əlim isə yeməklərdə.